Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Mən Fizika Akademiya Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. 1914-1918-ci ildə baş vermiş 1-ci Dünya müharibəsindən sonra yumşalma dövründə baş vermiş çox önəmli məsələlərin izahı ilə qarşınızdayıq. Diqqətlə izləyin, yaxın oturun. Cenuya konfransı 1922 Almaniya ilə Rusiya arasında iqtisadi münasibətləri bərpa etmək üçün çağırılır və nəticəsiz qalır. Əslində Cenuya konfransı müharibədən sonra iqtisadi münasibətləri bərpa etmək üçün göstərilən ilk cəhd idi və konfransın gedişində Rusiya ilə Almaniya arasında Rapallo sazişinin imzalandığını görürük. Bu Rusiyanın iqtisadi blokadadan çıxması yolunda ilk mühim addım idi. Növbəti Rur böhranı 1923. Hansı ki maliyyə problemləri ilə üzləşən Almaniya təzminatı ödəyə bilmir. Buna görə də Fransa Belçika ilə bir yerdə 1923-cü ildə Almaniyanın sənaye mərkəzi olan Rura qoşun yeritdi. Məqsəd nədir? Buradakı sənaye müəssisələrindən istifadə etməklə deməli təzminatı almaq. Davies planını görürük. 1924 Amerikanın nümayəndəsi Daviesin rəhbərlik etdiyi komissiya təzminatın ödənilməsi üçün yeni plan hazırlayır. Davies planına əsasən təzminatın ödənilməsi vaxtı uzadılır. İllik ödənişlər də azadılır. Və ABŞ-dan borc alan Almaniya iqtisadiyyatını bərpa etdi. Bu yolla İngiltərə və Fransanın təzminatını ödəməyə başlayır. Amerika Birləşmiş Ştatlarından kapital axını Qərbi Avropa iqtisadiyyatında nisbi inkişafa səbəb oldu. 1925 Lokarno konfransı. Çağırılmış Lokarno konfransında Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında Reyn təminat paktı imzalanır. Bununla da Böyük Britaniya, Fransa dolayı yolla Versal sülh müqaviləsinin ədalətsiz olduğunu etiraf edirlər. Və 1926 Almaniyanın Millətlər Cəmiyyətinə üzv qəbul olunması. Baxın, burada bir məsələni diqqətinizi çatdırıram. 1925-ci ildə çağırılmış Lokarno konfransında imzalanmış Reyn təminat paktı Almaniyanın dirçəlməsinə kömək etdi. Bu pakt müharibədən sonra Almaniyanın bərabər hüquqlu tərəfkeş kimi tanınmasında ilk mühim addım idi və bununla da 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə üzv qəbul edilir. Brian Kellogg 1928. Fransanın paytaxtı olan Parisdə 1928-ci ildə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Yaponiya bir başqa ölkələrin nümayəndələri tərəfindən Brian Kellogg paktı imzalanmışdır. Fransanın Xarici İşlər Naziri Brian və ABŞ-ın dövlət katibi Kellogg tərəfindən irəli sürülən paktda 48 dövlətin qoşulduğunu görürük. Bu da beynəlxalq siyasi şəraitinin yumşaldılmasında müəyyən qədər rol oynayır və böhran nəticəsində yumşalma dövrünün başa çatması 1929. 1929-cu ilin oktyabrın 24-də New Yorkda baş verən iflas, birja iflası böyük iqtisadi böhrana səbəb olur. İqtisadi böhran bütün dünyanı əhatə etdiyi üçün böyük böhran adlanır. Əslində Avropa ölkələri də öz iqtisadiyyatlarının bərpası üçün Amerika banklarından borc almışdı. Və nəticədə Amerikanın iqtisadiyyatının iflası Avropaya da öz mənfi təsirini göstərmiş oldu. Dəyərli izləyicilərimiz, dərslərimizə qoşulmaq üçün 055 527 2599 menecerlə əlaqə saxlayın, menecer nömrəsi ilə və bu izahların, bu faydalı məlumatların davamlı olmasını istəyirsinizsə, rəy bölməsində gözləyirik. Uğurlar!